Bakıda kafe qiymətinə restoran tapmışam. Bura tava yeməkləri ilə məşhurdur. Hər şeyin setini görmüşdüm. Tava yeməkləri seti ilk dəfə görmüş oldum. Bərbaşdan deyim ki, buranın mətbəxinə Bakıda adla tanınan Ağa şef baxır. Onun əlinin dadını, duzunu bilənlər bilir, biz də bilmiş olduq. Sizə deyim ki, tavalardakı yeməklər öz qoxusuyla gözümüzdən ürək çıxarırdı. Ağzımızın suyu selə dönməmiş keçim məkanın sərfəli setinə. Deməli burada tava setinin tərkibi standart deyil. Hər dəfə bax bu məcunlardan 4 cür ana yemək seçilib təqdim olunur. Bizə yarpaq dolması, şirəli maça, şirəli quzu və ıspanaqlı can əti verdilər. Soğuk qəlyanaltılardan da göyərtidir, çoban salatıdır, turşudur, süzmədir, acika, 2 düşes və çörək də öz yerində. Hamısı birlikdə 40 manat. İndi öz aramızda da hər yerdə qiymətlərin od tutub yandığı bir vaxtda məncə insaflı qiymətdir. Yeməklərdən mən ən çox ıspanaqlı can ətini bəyəndim. Dad və keyfiyyət möhtəşəm idi. Maça da həmçinin. Ümumiyyətlə ətləri pambıq kimi. Heç çeynəməyə ehtiyac yoxdur. Necə deyərlər, ağızda əriyib sürüşüb düşürmədiyə. Belə də ki, kadrlardan hər şey görünür də, artıq şərhə ehtiyac yoxdur. Açığı çoxdan da quzu şaqqası ilə belə eşq yaşamırdım. Şefə əhsən. Məkanın belə geniş həyəti, parkinq üçün şəraiti, banket zalı və kabinetləri var. Bura Bakıxanovda Muxtar Fətəliyev küçəsində Ayyum molun arxasında yerləşir. Ailəvi məkandır. Məncə yadınızda saxlayın, lazım olacaq.